martın 21-də beynəlxalq yükdaşıma şirkətlərindən birinin 4 yük maşını Suriyaya getmək üçün Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsinə doğru yola düşüb. Konkret az məlumat verir ki, bu haqda erməni mediası xəbər yayıb. Qeyd edilib ki, Suriyaya humanitar yardım aparan yük maşınlarında qida, dərman, gigiyena vasitələri və başqa zəruri əşyalar var. Əlavə edək ki, 21-31 mart tarixlərində Suriyaya humanitar yardım daşımaq niyyəti ilə Marqara sərhəd keçid məntəqəsinin fəaliyyət göstərəcəyi bildirilmişdi. Ermənistanın Qafqaz İnstitutu Azərbaycanlı, Gürcü və erməni ekspertlərin iştirakı ilə yaxınlaşan fırtınası qlobal dünya nizamının böhranı kontekstində Cənubi Qafqazın regional təhlükəsizliyi adlı beynəlxalq konfrans təşkil edib. Bu haqda erməni mediasının yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, konfransın məqsədi Ukrayna müharibəsinin, yaxın şərqdəki böhranın və başqa regional və qlobal dəyişikliklərin Cənubi Qafqaz ölkələrinin siyasətinə, təhlükəsizliyinə, iqtisadi cəmiyyətinə, eləcə də beynəlxalq oyunçuların regiona cəlb olunmasına təsirini təhlil etməkdir. Konfransda həm Cənubi Qafqaz ölkələrinə təsir edən çağırışlar və təhdidlər, həm də mümkün həll yolları, əməkdaşlıq variantları və sülh perspektivləri müzakirə ediləcək. Məlumatda xüsusi vurğulanmasa da, konfransın İrəvanda təşkil edildiyi aydındır. Hansı Azərbaycanlı ekspertlərin bu tədbirdə iştirak etdiyinə aydınlıq gətirilməyib.